Bir balığın göl yoxsa dəniz balığı olduğunu necə ayırd edə bilərik? Fikirlərinizi rəylərdə mənimlə bölüşün. Video davam etdikcə bir-iki təcrübəmi sizinlə bölüşəcəm. Bu balığın bildiyimə görə iki adı var. Biz tərəflərdə sazan deyilir. Maraqlıdır. Digər rayonlarda bu balığa nə deyilir? Bıçaq ilə əlimi xoşbəxt edib keçirəm evə. Biz uşaqlıqdan öyrəşmişik. Balıq evə girdisə, ya ləvəngi olub sobada bişməlidir, ya qızartma olub tavaya düşməlidir. Balıq buğlaması hazırladım. Deyəcəksiniz, bu qız tam ləvəngilik. Balığı buğlama etdi. Dadı mənim çox xoşuma gəldir. Yenə də hazırlayacağam. Tomat əvəzinə üzərinə qışlıq pomidor kababı əlavə etdim. Məncə bu onun dadını bir qədər də ləziz etdi. Sizə də hazırlamağınızı tövsiyə edirəm. Balığın üzəri yapışqan, sürüşkənliyi daha çox. Qarın hissəsi ağ olarsa göl balığı. Əgər qoxusu kəskin, pulcuğu çətin təmizlənən, əti bərkdirsə dəniz balığı. Ümidvaram ki, bu məlumatım sizin üçün faydalı oldu. Faydası toxundusa videonu bəyənməyi unutmayın. Allaha əmanət olun. Gələn videolarda görüşərik.